Hər vaxt xeyir olsun dəyərli izləyicilərimiz. Yanvar ayının 16-sıdır və təbii ki, yenidən biz qızıldan danışırıq. Qızıl bugün səhər saatlarında Siqnal kanalında yenidən 4600'lərdən alışlar 4605'lərə və 4610'lara qədər take profit müəyyən etmişik və dönüş nöqtəsi olaraq 4610'lar da çox güclü bir dəstək müqavimət xəttidir və bundan yuxarı formalaşsa, təbii ki, alışlarımız 4600 uzun müddətli alışlarımız, yəni bunlar qısa müddətli alışları idi 4600'lərdən, yəni uzun müddətli 4620'lərdəndir. Satışlar isə dünənki kimi yerində qalır 4580'lərdən. Bitcoin'e gəldiyi isə Bitcoin neyəcək? Yəni Bitcoin dünən belə bir güclü bir hərəkət olmuyor Bitcoin'də, amma bugün biz yenidən 4500'lərdə, çox üzrəm 95.000'lərdə satış əməliyyatlarını qeyd etmişik. Alışlar isə 4000, biz hələ 4000 deyəndə qızılda qalmışıq. 95.900'lərdə isə Bitcoin'də alışlardır. Və bir çoxları üçün maraqlı olan gümüşdür. Gümüşdən də biz proqnozlar veririk. Ethereum'dan da proqnozlar veririk. Gümüşdəki qızıl kimi yuxarı doğru istiqaməti kiçik downtrendlədir. Əsasən də 91.500'lərdən yuxarı alışlar girsə daha yaxşı olar. Satışlar isə 89.500'lərdir.